Aha, bəli. Sonra təbəssüm Sonra salamlaşma. gülərüz olmaq lazımdır. Yəni, Sonra mehriban. Yəni belə də hamı kimi normal, yaxşı. Ünsiyyət quraraq. yaxşı, pozitiv belə deyək, hə? Deməli, salamlaşma belə təbəssümlə müşahidə olunmalıdır. Əlləri cibində salamlaşmaq olmaz, tələsik salamlaşmaq olmaz. Onun üçün ağzında həm saqqız salamlaşmaq olmaz. Nə Tələsə salamlaşmaq olmaz? salamlaşmaq olmaz. Yəni ağzı dolu olaraq yəni salamlaşmaq dolu, olmaz. bəli. Tələsik salamlaşmaq olmaz. Yəni salamlaşdığın insanın gözünə baxmaq lazımdır. Gözləməliyik ki, birinci qarşımızdakı insan bizdən böyükdürsə, o bizə yəni əl uzatmalıdır və belə. Bəli. Yaxşı. Bəs deyin görün mənə, ailədə iş bölgülərimiz, yəni ailə ilə işlər neçə cür olurdu? Birinci ailədə iş yaşı və sağlamlığı hər bir şəxs tərəfindən yerinə yetirilməlidir. İki cürdür. Daimi işlər, bir də müvəqqəti işlər. Daimi işlər bizim evdə hər gün gördüyümüz işlərdir. Məsələn, qabları yumaq, evi təmizləmək, xörək bişirmək, yəni hər gün təkrarlanan işlərdir. Müvəqqəti işlər isə sənaye, məsələn, mebellərin məsələn təmiri məsələn ola bilər. Bəli. Sonra xəstələrə qulluq məsələn ola bilər. Yəni qonaqların qarşılanması və s. Bəli. Yəni daimi işlər demək olar ki, gündəlik yerinə yetirdiyimiz, daim etdiyimiz işlər daxildir. Amma müvəqqəti işlər adi ilə bir dəfə yerinə yetirdiyimiz işlərdir. Məsələn, dosta kömək deyəndə dostumuz hər gün bizdən daimi kömək istəmir ki, yəni adi ilə bir dəfə istəyər. Məsələn, xəstələrə qulluq o deməkdir ki, indi demirəm, yəni bəzi ailələr var ki, onlara davamlı, yəni xəstə, yəni insanlar olur, o heç onu nəzərdə tutmuruq da, yəni burada. Məsələn, bir evdə kimsə məsələn qrip olur, xəstələrə ona qulluq misal üçün də, yəni bunlar nəzərdə tutulub, yəni bizim mövzumuzda. Yəni xəstələrə qulluq da bizim müvəqqəti işlərimizə aiddir. Yaxşı, bəs deyin görün mənə iqtisadiyyat nə idi? İqtisadiyyat təsərrüfatın qayda qanunlarla səmərəli idarə edilməsidir. Bəli, idarə edilməsidir. Bəs ev təsərrüfatı nə deməkdir? Ev təsərrüfatı evin və ev həyatının idarə edilməsidir. Bəli, idarə edilməsi üzrə işlərdir. Bəs ev təsərrüfatı nə daxildir? Əmlak, onu deyir soruşursa, pul vəsaitləri, bir də əmək alətləri, 3 dənə. Aha. Bəs ev təsərrüfatının idarə edilməsi deyəndə nələr nəzərdə tutulur? Evdə gördüyümüz işlər nəzərdə tutulur. Məsələn, evin təmizlənməsidir, yeməyin bişirilməsidir, məsələn, evdə olan xırda təmir işlərdir, ev heyvanlarının misal üçün qulluqdur. Əgər həyatında sahəmiz varsa, orada məsələn əkindir və s. Bəli. Bir çox müəllimlərimiz bunu qarışdırır, yəni. Bax, bunu qarışdırmaq lazım deyil bu hissəni. Ev təsərrüfatı deyəndə deyir ki, evin ev həyatının idarə olunması üzrə işlər. Ev təsərrüfatına daxildir. Nə daxil edir İlkanə müəllimə? 3 dənədir. Əmlak, pul vəsaitləri, bir də əmək alətləri. Bəli, bu daxildir. Amma idarə olunması deyəndə bizim yəni elə gündəlik idarə etdiyimiz işlər daxildir. Nə idi idarə olunma? Evin təmizlənməsi, yığışdırılması, yeməyin bişirilməsi, ev heyvanlarımız varsa onlara qulluq, həyat sahəmiz varsa, məsələn, orada həmin işlərimiz, görəcəyimiz işlər. Aha, bəli, bunlara aiddir. Yaxşı, bəs sizə sual versəm ki, ailədə əmək, təsərrüfat fəaliyyətinin təşkilinə nələr daxildir? 4 dənədir o. Əmək qabiliyyəti olmayan ailə üzvlərinə qayğıdır. Məsələn, əlillərdir, yaşlılardır, qocalardır. Ailə əmlakının yığılmasıdır, sonra ailə istehlakının təşkilidir, bir də ki, əmək hazırlığı, tərbiyəsi, yəni ailə üzvləri hər hansı bir peşəyə yönəlmək istəyirsə, ona kömək. Bəli, yəni burada da 4 dənə qısa sözü yadda saxlasaq, biz testlərdə onu asanlıqla tapa bilərik. Qayğı, kömək, əmlak, bir də nə idi? Nə qaldı İlkanə müəllimə? Ailə istehlakının təşkili onu deyirsiniz də, tələbatların ardıcıllıqla yerinə yetirilməsi. Bəli, ailə üzvlərimizin tələbatlarını biz ardıcıllıqla yerinə yetirməliyik. Əmlak deyəndə, yəni əmlakın yığılması, artırılması, yəni bunlar daxildir. Qayğı ailə üzvlərimizə, yəni uşaqlara, əlillərə qayğı idi. Kömək də ki, yəni təhsil almağında kömək, peşəyə yiyələnməkdə, yəni kömək etmək. Yəni bunlar da köməkdir ailə üzvlərimizə, yəni köməklə bağlıdır. Yaxşı. Bəs deyin görün mənə, vəsaitlər neçə qrupa bölünürdü? Vəsaitlər 4 qrupa bölünür. Əmək, maliyyə, maddi, energetik. Əmək insanın işi əməyi deməkdir. Maliyyə puldur.
energetik, məsələn, yanacaq, istilik, elektrik bunlar nəzərdə tutulur. Bir dənə qalır maddiyyədə ərzaqlar. Yəni belə yerdə saxlamış. Bəli, ərzaqlardır. Yaxşı, bəs sizə belə bir sual versəm ki, Nurlan özü üçün yeni bir maşın aldı. Bu hansı vəsaitə aid olur? Əgər maşın alırsa maliyyət də puldur. Maşın alır özü üçün. Hansına aid olar? Maşın alır. Maşın maliyyə deyil ay müəllim, hə? Maliyyə nələr daxil idi? Dedik ki, elektriklə işləyən avadanlıqlar daxildir maliyyə. Hə, maddi. Maddiyə aiddir, bəli. Metaldır, şüşədir, plastikdir, parçadır. Bundan hazırlanan, bəli. Əgər desəydi ki, öz maşını üçün yanacaq aldı. O zaman olardı. Energetik olardı, bəli. Amma yəni deyək ki, öz üçün maşın aldı. Məsələn, deyirik ki, deməli, Nuray öz üçün yeni geyimlər aldı. Bu da maddidir. Maddidir, bəli. Yaxşı. Yəni burada yenə deyirəm, yəni maddi deyəndə yəni geyim, yəni geyimlər nəzərdə tutulur. Mebel əşyaları oduncaqdan hazırlanır axı. Metaldan hazırlananlar, əmək alətləri, bunların hər birisi maddi vəsaitlərimizə aiddir. Yaxşı. Bəs deyin görün mənə büdcə sözünün mənasını. Büdcə ingilis dilindən pul çantası deməkdir. Pul çantası deməkdir, bəli. Yaxşı. Ağac neçə hissədən ibarətdir? Ağac 3 hissədən ibarətdir. Kök, gövdə və çətir. Çətirdən ibarətdir, bəli. Yaxşı. Oduncaq nə idi? Plastik olaraq tullantısı olmayan material. Aha, tekstura. Oduncağın lifləri boyu deyəsən uzunluğuna bölsək, orada kəsimin üstəsində görünən tekstura təsvir teksturadır. Yəni onu kəsəndə orada olunan görüntü. Bəli, xarakterik təsvir görünür. Bu da adlanır, tekstura adlanır. Orada görünən təsvir. Yaxşı, bəs deyin görün mənə, biz deyirik ki, oduncaq tullantısı olmayan materialdır. Bunu nəyə əsasən deyirik? Yəni tullamırıq da, onun yuxarı hissəsində işlədirik, məsələn, kökündə işlədirik, budaqlarından da, çətirindən, yəni bütün hissələrini istifadə edirik. Bəli, hər bir hissəsini istifadə olunur. Yaxşı, bəs ağac gövdələrini eninə mişarlamaqla biz nə əldə edirik? Eninə mişarlamaqla şalban alırıq. Aha, bəs o birisi digər mişar materiallarımız vardır. Bunları necə əldə edirik? Uzundan mişarlamaqla isə lövhədir, tirdir, tircikdir, şalbanyanıdır, şalbanın 1/4-idir və s. Aha, bəli. Yaxşı, mişar materialların elementləri var idi. Hansı idi o elementlər? Təbəqələrdir. Mişar material elinin səthinə təbəqələr lay aiddir. Sonra ensiz səthinə kənar aiddir. Onların kəsişməsi til adlanır. Bir də ki, təpə hissəsi en kəsik. En kəsik adlanır, bəli, təpə hissəsi. Yaxşı, bəs deyin görün mənə, konstruktiv oduncaq materialına nə daxildir? Faner. Faner. Faner təbiidir, yoxsa süni oduncaq materialdır? Süni. Şpondan alınır da. Şpon təbəqələri əvvəlcə lazım olan yəni bir ölçüdə doğranılır, sonra qurudulur, sonra yapışdırılır, yəni preslənmə yolu ilə bir-birinə perpendikular yapışdırılmaqla faner əldə edirlər. Faneri əldə edirik. Fanerin xüsusiyyəti necə idi? Faner. Rütubətdən qorxur, onu bilirəm. Rütubətdən qorxur. O heç o çatışmayan cəhətidir. Məsələn, yaxşı cəhətlərinə nə deyə bilərsən? Yaxşı cəhəti. Evlərin tikintisində, sənayedə, maşın qaymada istifadə edirik. Möhkəmdir, çatlamır, yaxşı əyilir. Bəli, o desəm ki, harada istifadə olunur, o zaman deyirik ki, fanerdən maşın qayırmada, mebel istehsalında istifadə olunur, tikintidə. Onu deyirik. Amma xüsusiyyət deyəndə nədir? Deyirik çatlamır, asan emal olunur. Yəni ki, oduncaqdan demək olar ki, möhkəmdir. Bəli, xüsusiyyətlərinə bu daxildir artıq. Yəni biz bunları başlayırıq saymağa, xüsusiyyət deyəndə. Yəni onun özünə məxsus nədir? Xassələri də belə deyək. Yaxşı. Bəs deyin görün mənə, OYP-ni necə alırıq? OYP oduncaq yonqanlı filtələrdir. Deməli yonqardır, kəpəkdir. Oduncağın toz halına salınmasının preslənməsi yolu ilə alınır.
Bir də ki 10-26 millimetr qalınlığında istehsal olunur. Əyilmir, yaxşı emal, kəsici alətlərlə yaxşı emal olunur. Bəli, kəsici alətlərlə də yaxşı emal olunurdu. Bəs deyin görün mənə orqalit, OLP. Onu necə əldə edirik? O liflərə qədər doğrama yolu ilə alınır. Boz rəngdədir. Hamar, bir də düz səthi var. Bəli, hamar boz rəngdədir, hamar düz səthə malikdir. 10-26 mm necə? 10-26 mm qalınlığında istehsal olunur. Yaxşı. Yaxşısız İlkanə müəllimə. Özünüz hazırlaşırsınız? Özüm oxuyuram, hələ ki özüm oxuyuram. Yəni belə də vaxtım olanda, yəni hələ ki bizdə məktub biraz problemlə elektrona keçmişik, rəqəmsala. Aha. Ona görə yəni heç cür yəni hazırlaşa bilmirəm. Elə belə boş vaxtım olanda, yəni boş dərsim olanda belə oxuyuram. Hə, yaxşısınız. Yaxşı. Sonra Natəvan müəllimə. Burada qal, vaxtımız çatarsa yenə sual-cavab edərik digər hissələrindən. Başda sağ olun hələ. Gözləyirəm burada. Yaxşı. Natəvan müəllimə. Bəli, salam müəllimə. Salam. Müəllimə, mən deyim, amma təkrar eləməmişəm, bilməmişəm mövzu hansılardır. Hə, Amma yenə də. keçən dərs qoşulmuşdunuz? Xeyr, birinci dəfədir mən qoşuluram. Hə, keçən dəfə qeyd etmişdim, yəqin ona görə bilməmisiniz. Eybi yoxdur, mən yenə sual verərəm sizə. Yəni elə çətin deyil bu mövzularımız. Yaxşı. Deyin görün mənə, bu süni oduncaq materiallar dediyi faner, OYP, OLP, bunların çatışmayan cəhəti nə idi? Nəmişlikdən qorxur, sonra şişir. Sonra nə olur? Şişir, nəmdən qorxur da. Məsələn, faner rütubət olanda nə edir? Rütubətdən laylara ayrılır da, Aha. təbəqələri ayrılır. Bəs plitələr Son nə edir? təbəqələr ayrılır. Plitələr bəs necə olur rütubət olanda? Plitələr isə çürüyür, şişir. Şişir, bəli. Deməli, faner, çünki faneri şpon təbəqələrini yapışdırmaqla alırıq. Şpon təbəqələr, aralanır. Amma plitələr, OYP-dir, OLP-dir, bunlar da şişir. Məsələn, möhkəmliyini itirir, faner ayrılır, bunlar möhkəmliyini itirir, şişir də. Bəli, mətbəx mebellərində məsələn rütubət olanda su töküləndə nə edir mebel? Başlayır şişirlər. Şişirlər. Bəli, Onlar yəni şişirlər, bunlar nədir? bəli. Bunlar sinir oluncaq materiallar. Möhkəmliyini itirir. Yəni bəli. Hə. Bilirik ki, Salam mənim, axşamınız xeyir olsun. axşamınız xeyir olsun. Üzr istəyirəm, mən biraz gec qoşulmuşam, internetlə bağlı. Bəli. Hə, deməli nə edir onlar? Məsələn, şişir də, yəni plitələr Bəli. şişir, bəli, öz möhkəmliyini itirirlər. Möhkəmliyini itirir, bəli, çatışmayan cəhətlər. Çatışmayan cəhəti budur. Bəs fanerin xüsusiyyəti nə idi? Əyilmi, faner, Fanerin, bəli. faner möhkəmdir, çatmamır, yaxşı əyilir, yaxşı emal olunur da. Amma bir də tikintidə mebel sənayesində tikintidə geniş istifadə olunur. Bəli, mebel sənayesində, tikintidə, maşın qayırmada istifadə olunur fanerdən. Maşın qayırmada, hə. Bəli, istifadə olunur fanerdən. Yaxşı, bəs deyin görün mənə, iş yeri nəyə deyilirdi? İş yeri nədir? İş yeri işin icrası üçün uyğunlaşdırılmış alət, avadanlıq və tərtibatlarla tərtib olunmuş məkandır. Məkandır, bəli. Yaxşı, bəs verstaq neçə hissədən ibarətdir? İki hissə idi. Üst taxtası, bir də verstaq altından. Verstaq altından. Yaxşı, onların hissələrini yəqin bilirsiniz də. Məsələn, mizin üst taxtasının hissələrini deyə ayaqlar, birləşdirici, nov, yuvalar, pas, bir də sıxıcılar. Elə olmalı idi. Bəli, bəli. Deməli, mizin üst taxtası ibarətdir. Arxa ayaq, qabaq ayaq, birləşdirici ayaqları birləşdirən birləşdiriciləri var və bir də paz var. Bəli. Mizin üst taxtasını saydığı alt dedim mən. Üzr istəyirəm. Deməli, mən hamısını saydım da müəllimə. Mən hamısını saydım. Siz altını saydınız deyə mən qarışdırdım. Fikrim yayındı bir anlıq uşaqlara. Deməli, bəli, alt hissəsi arxa ayaq, qabaq ayaq, onları birləşdirən birləşdirici və pazdan ibarətdir. Bəs üst hissəsi mən üst hissəsini soruşdum sizdən. Üst hissəsi dayaq, nov, sıxıcı, yuva deyəsən olmalıdır da, elə dedik. Yuva var, bəli, yuva, sonra yuva, hə. Dayaq, nov, yuvalar, yuva, pas, bəli, ön sıxıcı, arxa sıxıcı.
Burada da Ön var da. sıxıcı, arxa sıxıcı. Bəli, ön Hə. sıxıcı, arxa sıxıcı, dayaq, yuva, pas, nov. Dayaq, yuva, paz, nov. Bəli, bu deməli üst hissəsidir. Alt hissəsi 4 dənə hissədir. Yəni arxa ayaq, qabaq ayaq, onları Qabağa bir də birləşdirən birləşdirənlər. və bir də nə var idi? Birləşdirənlər. Həm o üstü adlar, miz adlar da mezin. Bəli, mizin üst taxtası, üst hissəsi, Bəli. yəni qapaq deyirik də, həm də ona qapaqdan ibarətdir. Bəli. Bu qapaqda üst hissə 4 dənə hissədən ibarətdir. 4 deyilmə, yəni deməli 4 6 hissəsi var. Mizin üst taxtası, qapağın 6 hissəsi var. 6 hissəsinin isə 4 hissəsi var. Yəni demək olar ki, Ayaqlardır, arxa ayaq, qabaq ayaq, birləşdiricilər. bəli, alt hissəsi 4 hissədən ibarətdir. Arxa ayaq, qabaq ayaq birləşdirici, bir də Pas. pasdan ibarətdir. Amma üst hissə Pas 6 birləşdirir də hissədən onları. ibarətdir. Bəli. Mizin üst taxtası, qapaq deyirik, 6 hissədən ibarətdir. Deməli, ön Aha. sıxıcı, arxa sıxıcı, Arxa dayaq, sıxıcı, pas, non, dayaq, yuva. paz, non, yuvalar. Bəli. Yəni bunları bir-birinə qarışdırmayaq. Əslində asandır bunlar, sadədir yəni. Gözünüzün önündə canlandırın şəkli, elə yadda saxlayın. Onda sizin üçün daha rahat olacaq. Yaxşı, bəs deyin görün mənə, oduncaqla işləyən zaman bizə tərtibatlar var idi işləmək üçün. Altlıq taxta, Aha. atlıq taxta, dayaq, bir də mişarlama qutusu. Mişarlama. Ürgünü çəkmək üçün atlıq taxta, Aha. mişarlamaq üçün dayaq, bir də müxtəlif bucaqlar altında mişarlamaq üçün mişarlama qutusu. Bəli, mişarlama qutusundan istifadə olunurdu. Yaxşı, bəs xarrat kim idi? Xarrat oduncaqla işləyən fəhlə, insan, adam, peşə. Hazırlayırdı oduncaqdan. Necə Orada mənim? məşğul olan şəxs. Şəxs, bəli. Oduncaqdan Oduncaqla hazırlayırdı. Xarrat, malı ilə, oduncaqdan məmulatlar düzəldən şəxs. bəli, nələr hazırlayırdı oduncaqdan? Qapı, pəncərə, sonra nə, döşəmə, Məişət Mebel, əşyaları, Çərçivə, bəli, çərçivə. çərçivə. nəfəslik. nəfəslik, Bəli, həkkak bəs. Həkkak kimdir? Həkkak yonma. Yoncu işlərlə məşğul olan. O elə bir şey, oyuq işlərlə, oyuq Amma işlərlə. üzərində oyma. Oyma işləri Bəli, aparır. ilə məşğul olan. Bəli, oyma, yoncu Bəli. yox, oyma işləri ilə məşğul. Oyma, ağac üzərində oyma. Aha. Yaxşı, Natəvan müəllimə, deyin görün mənə, deməli, Verstak kimin boyuna görə tənzimlənməlidir, uyğun olmalıdır? Şagirdin boyuna görə Bəli, tənzimlənməli. şagirdin boyuna görə tənzimlənməlidir, uyğun olmalıdır. Yaxşı, bəs deyin görün mənə, Verstakda deməli, alətləri harda yerləşdiririk? Novda deyəsən, novu olmalı idi. Aha, bəli, Verstakın novunda biz alətlərimizi Hı. yerləşdirirdik. Mişarlama nə idi? Mişarlama yarıq idi da, mişarın açdığı yarıqdır. Oduncağın üzərində, yox, Mişarlama. mişarlama yeridir. Mişarlama yeridir. Ya mişarlama yarıq nə idi ay Allah? Nişanlamaq kontur xəttin üstündən kəsilən hissə idi də, deyəsən, müəllimə, kəsilən hissə. Deməli, mişarlama ən vacib və məsuliyyətli əməliyyatdır və O oduncağın ən vacib və məsuliyyətli. və Nişanlama mişarlama vacib və yerini biz məsuliyyətli nəzərə əməliyyat. almaqla nə edirdik? Oduncağın hissələrə kəsilmə prosesidir. Hissələrə Bəli. kəsilməsi. Bəs desəm ki, vacib və məsuliyyətli əməliyyat Bu nişanlama. nişanlama idi, bəli. Amma bayaq Məmulatın üzərində kontur xətlərinin və Ayaqların dediyiniz nişanlama sizin və yerlərinin çəkilməsi də belə. O qədər tezdə baxıb əzbərləyirik ki, baxan kimi görürük də. bəli, testləri Məsələn, asanlıqla orada tapmaq olar. Amma əsas o danışmağı da bilək də. Biz müsahibədə iştirak edəcəksiniz. Aha, şagirdlərə dərs deyirik biz. Yəni onlarla danışanda nə edirik? Ünsiyyət qurma bacarığımız olmalıdır, qəşəng danışmağı bəli. bilməliyik, bəli. Deməli, mişarlama ən vacib və məsuliyyətli əməliyyatdır. Kəsmə yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi. Hissələrə ayrılması, Bəli. Bəs kəsilməsi. mişarlama bəli. yeri nədir? Mişarın pəstanın üzərində açdığı yarıqdır da, məmulat Bəli, oduncağın bayaq dediyiniz bu idi sizin mişarlama yerinə aid idi. Yaxşı, bəs deyin görün mənə, mişarların hansı növləri var? Xarrat mişarı, bir də yaylı mişar, Yaylı. elektrik diskli mişar, Aha, hansı qaldı? bəli. Diskli elektrik mişar, xarrat mişarı, yaylı Yaylı mişar. mişarlardır. Xarrat mişarı neçə hissədən ibarətdir? Xarrat mişarı dəstəyi var idi, zolağı var idi.
Dəstək, Bir də zolaq. dişləri Bəli. zolağın Öyrənəndə üzərində hissələri kəsilmişlər. öyrənəndə çalışın ardıcılı öyrənin. Onda daha yaxşı yadınızda qalacaq. Həm də şəkillər üzrə tapa bilərsiniz siz bunu, uyğunlaşdıra da bilərsiniz. Deməli, gəlir zolaq, dişlər, dəstək. Birinci gəlir Yəni, zolaq. mən təkrarlamamışam da, ona görə əvvəl oxuduqlarımı, Bəli, o öyrənəndə- şəkilli gətirirəm gözümün qabağına. Hə, öyrənəndə elə öyrənin. Hı. Necə? Maması vardı. Yoxdur, get gəlirəm. Hə, deməli, oldu zolaq, dişlər, dəstək. Bəs əsas hissəsi Zolağı idi də, səndə kəsdi dişlərindən zolaq. bəli, kəsici dişlər çərtilmiş, zolaq isə mişarın əsas hissəsi idi. Mişarlama Hissəsi idi, qutusunun bəli. dərəcələri 30, 40, ayda 40, səsi 60. bağlayalım müəllimlə. O, yadımdaydı, necə çıxdı yadımdan. Qutusunun dərəcələri. 30, 40, 60, 90. 30, 40, 45. Aha, 30, 40, 60, 45, 90. 60, 90, bəli. 30, 40, Hə. 45, 60, 90 45, dərəcə. 60, 90. Aha, bəli. Oduncağı dedik müxtəlif bucaqlar. Baxın, mişarlama qutusu bununla Hə. başlayır M hərfi ilə. Müxtəlif bucaqlar altında mişarlama görürsə, mişarlama qutusunu götürürük biz orada. Mişarlama qutusundan istifadə edirik. Yaxşı. Mişarlama qutusunu biz işimizin rahatlığı üçün harda bərkidirdik? Sıxacda, verstəkan sıxacında. Bəli, Verstakın sıxacında bərkidirdik. Daha sonra bəs mişarlama qutusunu biz necə istifadə edirdik? Yəni iş zamanı necə əllərimizi tuturduq, barmaqlarımızı necə hərəkət etdirməli idik? Deməli, sol əl yerləşirdi. Deyəsən, pəstahın tilində sağ əllə mişarı tuturur, sol əllə pəstahın tilinə necə idi yanımdan çıxdı. Sol əlin baş barmağı ilə Sol əlin baş barmağı yerləşir pəstahın tilində, sağ əllə də mişarı Yox. dəstəyini işlədir. Yox, müəllimə. Yox, necə siz idi? qarışdırdınız mişarla. Sol əlin baş barmağı ilə Sol əlin baş barmağı tirciyin yanından Yan tərəfinə tuturuq, sıxırıq. sağ əllə də sol əlin baş barmağı qarşıya düşməli idi deyəsən. Pəstahın tilindən tuturdu. Sağ əllə də mişarı idi. Xeyli idi də mənim elə döndü. Deməli, necə tuturuq? Deyirdik ki, sol əldə nəyi tuturuq? Pəstahımız orada sol əldə. Yəni sağ əlimizdə mişarı tuturuq, sol əllə pəstahı tuturduq biz. Və burada Aha, da sol əlində baş barmağı pəstahı deməli necə tutmalıydıq? Bizim barmağımız Tiri- orada əsas tiri lazımdır. Yəni tuturduk. necə olmalıydı? sol əlin baş barmağı pəstahın deyəsən tilindən tuturduq da. Fil yox, tirciyin Elə- yan tərəfinə sıxırıq ki, Hə, sıxırıq. tirciyimizin yan tərəfinə sıxırıq ki, pəstahdakı nişanlama Hə. xətti, mişarlama xəttinin harasına düşsün? Qarşısına Nişanlama düşdüm, yerinin- qarşısına o. Bəli, qarşısına düşməlidir də. Qarşı-qarşıya olmalıdır ki, Hə, bunlar. Biz bunu kəsəndə eyni kəsək, yəni. Nişanlama Hə, xətti nəyə qarşısında, görədir? bəli. Yəni həmin o nişanlama xəttini kəsməyimiz üçündür də bu. Yəni bəli, deməli, pəstahı da sol əllə tuturuq, deməli necə tuturuq? Sol əlin baş barmağı ilə, yəni orada sağ əl düşəndə yəni götürməyin ha. Çünki biz pəstahı sağdan tutmuruq. Sağdan mişarı tuturuq biz. Mişarı sağdan tutduq, sol əllə pəstahı tuturuq və sol əlimizin baş barmağı ilə Baş həmin barmağı bəli, tirciyin yan tərəfinə sıxırıq ki, nişanlama sıxırıq ki, xətti xəttinin yəni qarşısına pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün, bəli. Aha, Sol hə, əllə, hə. sol barmağımızla. Mişarlama yerinin sıxırıq. qarşısına düşdü. Bəli, bir də deyirəm, baş barmağımızla, sol əlimizin baş barmağı ilə sıxırıq Baş ki, barmağı ilə sıxırıq aha, ki, pəstahdakı nişanlama mişarlama xətti nəyin qarşısına düşsün? mişarlama yerinin qarşısına düşdü. Mişarlama yerinin bəli, qarşısına düşsün. Yaxşı, bəs deyin görün mənə deməli başqa. Oduncağı təmizləmək üçün nələrdən istifadə edirik? Törpü, yiyə, suvan. Suvatdan. Bir də sumbata kağızı. Bir də sumbata kağızı var. Bəli, törpü, yeyə, suvat, sumbata kağızı. Bu dördündən biz oduncağı təmizləmək üçün istifadə edirik. Yaxşı, deyin görün mənə, törpü nədir? Törpü Hı-hı. iri kərtikləri olan tablandırılmış tercih idi. Aha, Yiyə hündürlükdə. müxtəlif hündürlükdə olan kərtikləri olan tablandırılmış tercih idi. Suvat da xırda idi. Xırda kərtikləri olan. Yaxşı, mən sizə desəm ki, deməli, əyri xətli səthlərin emalında istifadə edirik. Hansı idi bu?
əyri xətli suvantda var idi, yeyə də var Siz idi. hansını götürərsiniz? Yeyə də düşüb suvantda hansını götürərsiniz? Biri bərk odun, yeyə bərk Yox, onu soruşmuram. Sualım belə. Müxtəlif əyri xətli, müxtəlif əyri xətli olarsa törpünü götürəcəyik. Amma sadəcə əyri xətli deyirsə, o zaman suvandı Əyri götürək. xətli deyilsə suvandı götürəcəyik. Bəli. Müxtəlif sözünü Bəli, tanıyırıq. Müxtəlif əyri yeyə. sözünə görə bir-birindən ayırırıq. Müxtəlif əyri xətli Müxtəlif sətlərin. törpü. Bəli, törpüdür. Amma sadəcə əyri xətli deyirsə suvandı götürürük. Amma bəlkə oduncağın emalında istifadə edirik. Bərk oduncaq yeyə idi. Yeyə. Bərk oduncaq yeyə. Müxtəlif də Qarışdırmayaq. Hər birisi yeyədir. yenə deyirəm, özünə məxsus Əyri öyrənmək. xətli. Bəli. Aha. Natəvan müəllimə, təkrar etsəniz daha da yaxşıdır sizin üçün. Yaxşısınız. Hə, eləməmişəm müəllimə, təkrar eləməmişəm. Aha, bəli. Boynuma alıram da, indi bildim ki, bu mövzulardır. Bəli. Yəni təkrar etsəz daha da lap yaxşı olur. 5-5 gedilir, müəllimə 5-5 gedilir. Bəli, gələn dərsdə 5-dən 5-ci sinifimiz 6-dan 10-a qədər. Gələn dəfə keçəsiz müəllimə dərs. bəli, gələn həftənin şənbə günü yenə Altıncı dərsimiz günlər. olacaq. Hə, inşallah çox minnətdar olarıq da, təkrar eləyirik. Hə, Çox təkrar etmiş minnətdar olarsınız. olarıq Bəli, müəllim. 5-ci sinifimiz qismən rahatdır deyə 5-5 gedirik. Yəni məncə heç bir müəllimin Hə, o lap qədər yaxşı. yoxdur. Yo, narazılıq olmaz. Hələ o 5-ə qədər olanı da təkrar eləyərəm da. Bəli, təkrar sonda bir dəfə də üzərindən ümumi sual-cavab şəklində gedərik. İndi çoxdan da oxumuram. 5-i oxuyub qurtarmışam, amma təkrar eləməmişəm. İnşallah edərsiniz. Başqa sual-cavab etmək istəyən var, iştirak etmək istəyən var? Mən Sağ olun müəllimə, çox sağ olun. Siz də sağ olun. Nilaydır adınız müəllimə? Nilay yazın. Zülfiyə. Hə, Zülfiyə müəllimə deyirəm, axı səs tanış gəlir mənə. Yaxşı. Yaxşı. Zülfiyə müəllimə, deyin görün mənə yeyənin hissələrini. Daban, tırcıq, üzük, uc hissə, dəstək. Dəstəkdən ibarətdir, bəli. Yaxşı. Bəs tərtibat nə idi? Tərtibat. Tərtibatla nə yaparırdıq? Nə yaparırdıq? Qurğu, tərtibat qurğu deyildi, mən qurğuydu. Qurğudur o heç. Tərtibat qurğudur, bəli. Amma nədə istifadə edirik? Nə işimizə yarayır? İşlərimizi yüngülləşdirən qurğudur. Bəli, əməliyyatı aparmaq üçün işimizi yüngülləşdirən ləvazimat da deyə bilərik, qurğu da deyə bilərik. Bəli, ləvazimat və ya qurğu deyə bilərik biz tərtibata. Yaxşı, bəs deyin görün mənə tablandırma nə idi? Tablandırma 30-50 dərəcə Selsi temperaturda məqsəd poladın bərkiliyi və möhkəmliyini artırmaqdır. O idi. Bəli, deməli 30-50 Selsi dərəcə temperaturda, yəni yuxarı qızdırırıq. Həmin temperaturu saxlayıb sürətlə soyutmaqdan ibarət idi. Bəli, eyni burada temperaturda. necə? Elə bil eyni temperaturda həm qızdırıb, həm soyutmaq. Eyni temperaturda deyir 30-50 Selsi dərəcədə qaldırırıq, qızdırırıq. Axşamınız xeyir Arzu müəllimə. Sonra neyini sürətlə soyuduruq da biz bunu. Həmin temperaturdan da deyir soyuduruq. Bəli, burada da səbəb nə idi? Məqsəd nə? Niyə edirdik bunu? Bərkliyi və möhkəmliyi artırmaq üçün. Bəli, poladın bərkliyini, möhkəmliyini artırmaq üçün istifadə edirik. Yaxşı, deyin görün mənə, sumbata kağızı nə idi? Sumbata kağızı müəllim parlatmaq, sürtüb təmizləmək üçün mineral omuntusu olmuş kağız parçasıdır. Bəli, deməli şüşəni, metalı, taxtanı, daşı biz cilalayıb parıldada bilərik. Bəzən testlərdə qarşınıza çıxacaq ki, sumbata kağızı ilə nəyi parıldatmaq olur, nəyi cilalatmaq olur. Bilmirəm, indi belə bir sualın qarşısına çıxıb yoxsa öyrənişsiz şəkildə. Bəli, orada çür taxta, daş, şüşə. Bəzən müəllimlər bəli bunu ya birini götürür, ya ikisini götürür. Yəni bunların hamısı aiddir ona. Taxtadır, şüşədir, daşdır, daha sonra metalı da, yəni həmçinin biz bəli sürtüb parıldada bilirik. Yaxşı, bəs deyin görün mənə, sumbata kağızı neçə cür olurdu? Sumbata kağızı iri dənəcikli olurdu, kiçik dənəcikli olurdu. İri dənəcikli qalın səthi təbəqəni çıxarmağa görə idi. Xırda dənəcikli də ağartma emalında istifadə olunurdu. Bəli, deməli iri dənəciklidən biz istifadə edirdik, daha qalın təbəqə çıxarırdıq. Xırda dənəcikli isə ağartma, pardaxlamada istifadə olunurdu. Pardaxlama nə idi?
Parlaqlama da ki, əşyanı sürtüb ona parlaq görünüş vermək. Görünüş verməkdir, bəli. Yaxşı. Bəs deyin görün mənə, deməli, oduncaqla işləyən zaman tərtibatlar. Oduncaqla işləyən zaman tərtibatlar şeylər idilər. Taxta, atlıq taxta, dayaq, mişarlama qutusu. Bəli. Dayaqla nə edirdik? Dayaqla oduncağı mişarlayırdıq. Oduncağı mişarlayırdıq, bəli. Yaxşı. Bəs mişarlama qutusu? Müxtəlif bucaqları kəsirdik. Aha, dərəcələri? 30, 40, 45, 60, 90. 60, 90 idi, bəli. Bəs biz işimizin rahatlığı üçün mişarlama qutusunu harda bərkidirdik? İşimizi rahatlamaq üçün mişarlama qutusunu harda bərkidirdik? Aha. Hə? Qəlibdə biz bərkitmə etmirik ya, harda bərkidirik? Verstakdaydı da mənim, yoxsa? Verstakın sıxacında. Arzu müəllimə, təkrar çıxın, daxil olun, düzələcəksiniz. Verstakın sıxacında. Verstakın sıxacında bərkidirdik. Yaxşı. Bəs deyin görün mənə, tir nəyə deyilirdi? Tir insan materiallarından idi. Eni və qalınlığı 100 mm-dən çox olan. Bəli, tir. Tir nədən hazırlanırdı? Tir nədən hazırlanırdı? Aha. Oduncaqdan. Necə verilir? Mən deyim müəllim. Bəli. Oduncağın özəyindən. Bəli, ağacın özəyindən hazırlanırdı, oduncağın özəyindən. Yaxşı, bəs tircik nəyə deyilirdi? 100 mm-dən az, 2 dəfə az. Düzgün deyək. Bunları belə yadımda saxlamışam müəllim. 100 mm-dən az, 2 dəfə az kilidilməsi. İndi bunu situasiyanı dinləyirsiniz. İndi belə testdə düşür, tapırsınız, amma indi bunu situasiyanla çıxa qarşınıza elə edəsiniz. Görün necə edirsiniz? Mən onları belə yadda saxlamışam deyənə, ona görə belə tapıram testləri. Yadınızda saxlamışsınız, mən sizə bir dənə sual verim, yaxşı. Aha. Deyin görün mənə, deməli, məsələn, Ayxana bir oduncaq lazımdır. Ayxan götürür qalınlığı, deməli, 80 mm, qalınlığı 80 mm. Eni isə 160 mm. Oduncaqdan istifadə edir. Ayxanın istifadə etdiyi oduncaqdır. Deməli, qalınlığı oldu... Taxta olacaq müəllim bu. Aha, bəli. Taxta olacaq. Niyə? Çünki 80 odursa 2 dəfə artığı, 2 qat artığıdakı 80-80, 160. 160 olur, yaxşı. Bir dənə də sual verim. Deməli, məsələn, Ayxan başqa bir oduncaq götürür bu dəfə. Deməli, oduncağın eni olur, məsələn, eni olur 110 mm, uzunluğu olur 160 mm. Eni olur 110, o birisi də olur 160. Eni olur 110, o da tir gedəcək burada müəllim. Bəli, tirdir. Çünki tirin eni də, qalınlığı da 100 mm-dən artıqdır. Çoxdur. Bəli, çoxdur. Amma taxtada necə idi? Taxtanın qalınlığı 100-dən artıq olmur. 2 qat artıq idi. Yox, taxtanın qalınlığı 100-ə qədər olur. 100-dən artıq olmur. 100-ə qədər idi, bir də 2 qat artıq idi. Bəli, 2 qat artıq idi. Bəli. Yaxşı. Bəs deyin görün mənə, şalbanın mişarlanmış yan hissəsinə nə deyirik? Şalban yanı. Şalban yanı deyirik. Bəs mişar materialın enli səthinə? Təbəqələr, laylar, kənarlar. Nə? Mişar materiallar. Enli səthinə. Bir dəqiqə. Təbəqə lay. Ensiz səthinə. Ensiz səthi kənardır. Dəstə yanı. Kəsişmə xətti. Kəsişmə xətti til adlanırdı. Til adlanırdı. Bəs kəsik səthi? En kəsiyi, təpəsi. En kəsik, bəli, təpə adlanırdı. Yaxşı. Deyin görün mənə, o hansı süni oduncaq materialı idi ki, deməli, oduncaq liflərə qədər doğranırdı. Daha sonra, deməli,
buxara verilib elə birləşdirilirdi. Yəni yapışdırılırdı, OLP. birləşdirilirdi. OLP. OLP idi, bəli, orqalit idi. Orqalit rəngi necə olurdu? Boz rəngli olurdu. Səthi Boz rəngli, boz lifli, lif. OLP yonqarlı idi. Səthi necə olurdu? Lifli. Səthi. Necə səthə malikdir orqalit? Orqalit boz qabarıq idi. Qabarıq. Yox, qabarıq deyil. Yox, bir dəqiqə. Səthi necə olurdu? Boz rəngdə olurdu. Rəngi boz idi. Amma səthi isə kim deyər müəllim? Bəli. Necə? Dediz deyəsən cavabı. Səthi elə bil ki, boz rəngdə hamar səthidir, hamar düz. Hamar düz olurdu. Bəli, düz və hamar olurdu səthi. Boz rəngdə düz və hamar olurdu. Yaxşı. Bəs deyin görün mənə soyulmuş şpon nə idi? Necə alırdıq? Soyulmuş şpon biri o birisi xüsusi olan şpon idi. Aha. Xüsusi sözü var idi. Düz qalınmı yadımda? Xüsusi sözü onu da elə saxlamışdım yadımda. Nə ilə saxlamışdınız? Xüsusi soyulmuş olanda xüsusi idi də. Soymuş şpon elə deyirik də soyulmuş, soyma dəzgahı. Elə onunla başlayırdı. Xüsusi dəzgahlarda idi. Soyma dəzgahında. Soyma dəzgahındaydı. Şponun özü xüsusi dəzgahındaydı. Soyulmuş isə soyma dəzgahındaydı. Bəli, elə deyirik də soyulmuş. Orada da deyək ki, soyma dəzgahında. Bəli. Neyini idi? Fırlanan şalbandan. Necə ki biz karandaşı çərtirik, belə deyək, yonuruq. Ona bənzəyir də sanki. O da bəli, fırlanaraq neyinir? Ondan yəni şpon lentləri alınırdı. Amma şpon deyəndə, şpon necə alırdıq? Xüsusi dəzgahlarda kəsilmə yolu ilə alırdıq. Bəli, şponsa xüsusi dəzgahlarda, amma soyulmuş şponu soyma dəzgahlarında. Elə yəni bir-birinə eynidir də, yəni belə deyək. Soyulmuş, soyma. Bəli, sözlər elə eynidir, eyni gəlir. Yaxşı. Deyin görün mənə, deməli, mişar materiallarını eninə mişarlamaqla nə əldə edirdik? Mişar materiallarının eninə mişarlamaqla, daha doğrusu ağac gövdələrini. Ağac gövdələrini eninə mişarlamaqla nə əldə edirik? mişar materiallarını Hansı mişar materialını əldə edirik? eninə. Deyirdik. Necə idi? Enli şalban deyirdik. Eninə, enli şalban. Enli şalban. Eninə. Bəli, şalban əldə edirik. Aha. Bəli, şalban əldə edirdik. Yaxşı, bəs deyin görün mənə büdcə kəsiri nə idi? Büdcənin kəsiri elə bir kəsir yaradıldıqda çatışmayan pul vəsaiti. Bəli, büdcəmizə çatışmayan pul vəsaitinə büdcə kəsiri deyirdik. Daimi xərclərimiz. Daimi xərclərimiz istifadə etdiyimiz qida, geyim, kommunal, bunlar daimi xərclərdir. Daimi istifadə etdiyimiz xərclərdə. Geyim daimi xərcdir. Geyim yox, mövsümü olaraq gedir geyim. Mövsümü Geyim dəyişən ərzaqdır. xərclərimizə aiddir. Daimi xərclərimiz qida, kommunal xərclərimizdir. Yəni budur. Bəli. Başqa yəni yoxdur. Kommunaldakı qaz, işıq, su pulu daxil idi. Bəli. Aha. Bəs dəyişən xərclər? Dəyişən mövsümə görə dəyişirdi də müəllim. Məsəl üçün toy olurdu, nə bilim gözlənilməyən xəstəxanalıq olurdu, gəzinti olurdu, gözlənilməyən bir xərclər. Bəli, gözlənilməyən xərclərə aid idi. Yaxşısınız müəllimə, sizdə biraz da təkrar edin yenə, təkrar edin. Yəni bəzi hissələrini, bəli. Çünki demək üçün bilirsiniz, yəni fikrinizi çatdırmaq üçün, yəni həmin o hissələri də. Belə testi tapıram, məndə də fikri çatdırma. Testi bilirəm, məndə də o yoxdur da fikri çatdırma. Elə içərisində sözləri deyirsiniz, məsələn, budur, odur, sözləri deyirsiniz, bəli.
Amma çalışın yəni Onları səlis çünki elə deyə bilərəm. öyrənmişəm. Məsəl üçün ki, xarakterik təsvirdir. Bax, bu məsəl üçün budur, bu sözdür, bu bunundur, bu birisi bunundur. Soyulmada xüsusi var. Bu birisi hamısını belə bir şeylə yadımda saxlamışam. Elə bilirəm hamısını. Amma gəl cavab verməyə onun tərifini düzəltib qoşub deyəmirəm. O da çalışın özünüzü öyrəşdirin, yəni deməyə, uzun deməyə, belə də izahını yaxşı belə qəşəng şəkildə verməyə. Məsələn, Uzuna iş görə görə səbrim olsa da həmişə çatmır. deyirəm, müdavinə deyirəm, iş görə görə məsələn özünüz sual-cavab eləyin də. Məsələn, bir anlıq yadınıza salın ki, faner nə idi? Məsələn, şpon nə idi? Soyulmuş şpon nə idi? Faner nə idi? Məsələn, onu özün sanki yəni kiməsə izah edirsiniz. Belə Bu deyim. yada dedim sizə şifonu xüsusi sözünə görə yadımda saxlamışam. Soyulmuşu soyma sözünə görə saxlamışam. Bəli. Elə testi də elə tapıram. Aha. Amma tərifi tam yadımda səbrim çatmır, qalmır. Hə, yox, çalışın saxlayın. Yaxşı, başqa kimə sual verin müəllimlər? Kim iştirak etmək istəyir? Mənə verəsiniz misiniz? Rövşən müəllim. Axşamın xeyir müəllimə. Bəli, buyurun. Yaxşı, bir dəqiqə. Necə? Var yeməklərdə. Get. Yaxşı, deyin görün mənə, iqtisadiyyat nə idi? Mənim iqtisadiyyat təsərrüfatın qayda-qanunla idarə olunmasıdır. Aha, bəs ev təsərrüfatı nədir? Ev təsərrüfatı və ev işlərinin idarə olunması. Evin, bəli, ev həyatının idarə olunması üzrə işləri idi. Ev təsərrüfatına nələr daxildir? Ev təsərrüfatına deməli ailənin ailə əmlakının vəsaiti, Aha. Əmlak, qayğı, kömək, bunları Yerdə Deməli- deməyə deməli- xüsusiyə müəllimə səsi bağlayaq. mən 4 vəsait olmalı səhv eləmirəmsə. Aha, hansılar idi? 4 maddi, əmlak, Əmlak, pul Maddi, vəsaiti, əmlak, aha. 3 dənədir. pul, bəli, maddi, əmlak, Deməli, sonra əmlak, pul vəsaitləri, bir də nə idi? pul Əmək alətləri. vəsaiti, əmək aləti, bəli, əmək Əmək aləti, bəli. alətləri, bəli. bunlar nə idi? Bunlar ev təsərrüfatına daxildir. Deyəndə, yəni ev təsərrüfatına nələr daxildir deyirsə, bu 3 dənəni götürürük. 4 dənə deyil, 3 dənədir. Deməli, əmək alətləridir, əmlak, bir də pul vəsaitləri. Yəni əmlak, pul, alətlər. Qısa yadda saxlayın. Əmlak, pul, Alətlər. Yəni əmək Alətlər, alətləri. Bəli. əmək aləti, bəli. 3 dənə qısa şəkildə yadda saxlasaq seçə biləcəksiniz. Əmlak, pul, bir də alətlər. Bəli, daxildir. Aha, yaxşı, amma desək ki, ev təsərrüfatının idarə edilməsinə nələr daxildir? Evin yığışdırılması, xörəyin hazırlanması, yəni məsələn təsərrüfat işlə məşğul olma və s. Bəli, yəni idarə olunma deyəndə, yəni eləyirik biz gündəlik evimizi idarə edirik də, yığışdırırıq, təmizləyirik, işlər görürük, xırda təmir işləri edirik. Bəli, bunlar idarə olunmaya daxildir. Bəs ailədə əmək təsərrüfat fəaliyyətinin təşkilinə nələr daxildir? Ailədə əmək təsərrüfat fəaliyyətinin təşkilinə. Bayaq dedim, 4 sözlə yadda saxlayırıq. O 4 dənə sözü bilsəniz, tezdə seçə biləcəksiniz. Əmlak, pul, alətlər və deməli Yox, o başqaydı. O desək ki, ev təsərrüfatına daxildir, o heç. Amma burada təşkildən söhbət gedir. Əmək fəaliyyətinin təşkilindən, bəli. Uzun cümlələr var idi. Ailənin deməli ailənin əmək deməli fəaliyyətindən sonra sərbəst deməli vaxt bildirilmir. Sərbəst deməli vaxtdan sonra Yox, onu qarışdırdınız. Müəllim, o bayaq dediniz, əmlak, qayğı, maddi, 4 dənə bunları deyirsiniz. Bəli, demək, ailədə əmək təsərrüfatının fəaliyyət təşkilinə daxildir. Qayğı, kömək, əmlak, bir də nə idi? Ailə istehlakının təşkili. İstehlakın təşkili, bəli, təşkil etməkdə nə edirdik? Ailə üzvlərinin tələbatlarının ardıcıllıqla təmin edirdik biz. Daha sonra qayğı göstərirdik.
özümüzdən kiçik yaşlılar da belə deyim, kiçiklərə, yaşlılara, yəni əlillərə qayğı göstərirdik. Kömək edirdik, Bəli. daha sonra kömək nə idi? Kömək isə məsələn təhsil almağına kömək edirdik, işlə təmin edirdik. Bu isə kömək idi. Köməyə Bəli, daxildir. Bəli. Yaxşı. Başa düşdünüz bunu? Biri var, deyirik ki, ev təsərrüfatına daxildir. Ev, yəni ailə sözü yoxdur burada. Deyirik ev təsərrüfatına daxildir. 3 dənədir bu ev təsərrüfatına. Pul, əmlak, alətlər daxildir. Amma deyirik, bəli, amma deyiriksə ki, ailədə əmək təsərrüfat fəaliyyətinin təşkili, bax ailədə əmək təsərrüfat fəaliyyətinin təşkilindən söhbət gedirsə, bu artıq olur 4 dənə. O zaman deyirik ki, ailə istehlakının təşkili, qayğını bilirik ki, özümüzdən yaşca balacalardır, əlillərə qayğıdır. Kömək isə nə oldu? Biz kömək olaraq da deyirdik ki, yəni ki, kimisə təhsil almağına kömək edirdik, işlə təmin olmasına kömək edirdik. Yəni peşəyə yiyələnməkdə, belə deyək, kitabımızda belə verilir, peşəyə yiyələnməkdə kömək edirdik. Bir də ki, istehlakın, əmlakın alınması, saxlanması, artırılması bu daxildir. Yəni bu bizim ailəmizin, belə deyim, təşkilidir. Yəni təşkil edirik biz bunları ailəmizdə. Yəni real olaraq belə deyək də, biz ailəmizdə nələr təşkil edirik? Yəni ailə üzvlərimizə hər zaman qayğı da göstəririk, onları təhsilinə də kömək edirik, onları işlə təmin etməyə də kömək edirik. Daha sonra çalışırıq ki, əmlakımızı nə edək? Artıraq. Alırıq, saxlayırıq, artırırıq. Bəli, bunların hər birisi bizim ailə, daha doğru əmlakımızın belə deyək, əmək deyək, əmək təsərrüfatının fəaliyyətinin təşkilinə daxildir. Yəni biz ailəmizdə bu işləri hər zaman görürük. Ona görə deyir də əmək təsərrüfatının təşkili. Yəni real olaraq biz bunları edirik, yəni öz ailəmizdə hamısını. Qayğı da edirik, yenə deyirəm, kömək də edirik, əmlaki təşkil də edirik, daha sonra tələbatlarını da ödəyirik. Yəni tələbatların ödənilməsi də var da. İstehlakin təşkili, yəni tələbatın ödəyirik hər birisinin ardıcıllıqla. Daha sonra vəsaitlərimiz vardı. Bəli, deməli 4 vəsait maddi, əmlak, energetik və deməli maddi, əmlak, energetik, Maddi, bir əmək, əmək, maliyyə, maddi, əmək, energetik. Maliyyə və energetik, bəli. Energetik. Maliyyə vəsaitləri ümumiləşdirə bilərsiniz, məsələn, ora nələr daxildir? Maliyyə, məsələn, torpların alınması, məsələn, paltarların alınması, məsələn, məişin avadanlığının alınması, məsələn, ev əşyalarının alınması, hər birisi maliyyə vəsaitinə aiddir mənim. Bəli, yəni ki, elektriklə işləyən avadanlıq alırıqsa, bu olur maliyyə vəsaiti, belə deyək. Məsələn, biz televizor alırıqsa, maliyyə vəsaitinə aiddir. Yəni televizor almaq maliyyə vəsaitinə. Amma bu variantda ikili də verilə bilər. Məsələn, maliyyə, əmək, maliyyə, energetik, maliyyə, maddi. Əgər ikili verilərsə, bəli, o zaman həm maliyyəni götürürük, həm də maddi vəsaitləri də götürə bilərik. Çünki nədir? Yəni onun materialına görə də dedik axı maddiyə nə daxil idi? Metaldan, oduncaqdan, plastikdən, parçadan, bəli, ikisini də verə bilərik. Amma biri verilərsə o zaman götürürük maliyyəni. Bəli, çünki elektriklə işləyir. Bəli, öndə o gəlir, onu götürürük. Ona görə biz onu götürürük. Yaxşı. Bəs deyin görün mənə, əmək nə idi? Əmək vəsaiti. Ailə deməli üzvlərinin deməli işi əməyi. Bəli, ailə üzvlərinin işi, əməyi, belə deyim də gücü, onların bacarığı daxildir buna. Aha, yaxşı. Bəs deyin görün mənə, deməli, oduncaq nə idi? Mən deməli oduncaq tullantısı olmayan deməli materialdır. Tullantısı olmayan materialdır. Sonra bir də deyirdik ki, mişarlanmış köklərdən, budaqlardan təmizlənmiş ağacı. Bəli, mişar materialdır mən. Oduncaq deyilir, bəli. Yaxşı, tekstura nə idi? Necə mənim? Tekstura nə idi? Tekstura? Aha. Xarakterik. Oduncağı mənim deməli özəyin daxilində olan qatlar səfərimiz, yoxsa? Xarakterik təsvir. Xarakterik təsvir, bəli. Kəsmə zamanı, bəli. Kəsmə zamanı nə idi? Oduncağın həmin o kəsilən hissəsində görünən təsvir, xarakterik təsvir onun teksturası adlanırdı. Teksturası, bəli. Aha, yaxşı. Bəs deyin görün mənə, ağac gövdələrini eninə mişarlamaqla oduncağı biz nə əldə edirik? Şalban. Şalban. Uzundan mişarlamaqla? Mən deməli tircik,
sonra Şalbanyanın Şalban 4-1-i, Təbəqə, Lay, Aha. Şalbanın 1/4-nə həm də necə deyirdik? Çərəkə. Çərək adlanırdı, bəli. Yaxşı. Çərək, Bəs deyin görün mənə, deməli, bu mişar materialların elementləri var idi. Hansılardı? Elementləri Bəli. kök, gövdə, çətirmən. Element. Element. 4 elementi var idi. 4 dənə idi. Hansı idi? Deyirdik ki, təbəqə lay. Şalban, Təbəqə, Lay, sonra kənar, Aha. Şalban 4-1-i, bir də Şalban yanı mənim. Yox, şalbanın 1/4-i yox. Təbəqə, Lay, tir, Təbəqə lay bir kənar, sözdür. Təbəqə lay. Daha sonra kənar, tir, kənar, bəli, til, bir də tir, en kəsik, bir təpə. təbəqə mənim. Bəli, təbəqə. Təpə, en kəsik, təpə. Təpə, bəli. Yox, təbəqə başqadır, təpə başqadır. Yəni deyirik təbəqə lay. Təpə. Aha, Təbəqə, Lay, bəli, kənar, tir, bir də təpə. Yəni təpə, bəli. bəli. Təpə, en kəsik yəni. Yaxşı. Bəs deyin görün mənə, mişar materialın enli səthinə nə deyilirdi? Təbəqə mənim. Ellisən təbəqə və Lay. Təbəqə lay. Bəs ensiz səthi? Kənar, Kənar. Kəsişməsi? tir, Kəsik səthi? təpə, Bəs konstruktiv oduncaq materialına nə deyirdik? faner, Faner deyirdik. 10-26 mm qalınlığında istehsal edilir. odundan yonqarlı piltər, Aha, yaxşı. Deyin görün mənə. Boz rəngdədir, düz hamar səthə malikdir. orqalit, Orqalit idi. Soyma dəzgahında əldə edirdik. soymuş fon, Soymuş şpon xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınırdı. şpon, Şpon idi. Eni və qalınlığı 100 mm-dən aşağı idi. Daha doğrusu hə, amma azdan ona tirdik, tircik idi. Deməli, tirciyin neçə idi? Tircik də yox, eni və qalınlığı mən daha doğrusu demək istəyirəm. Yəni 100 mm-dən artıqdır. Artıq sən onda tirdir mənim, tir. Tircik, Siz tircik deyil, azdan necə idi? gedir. Yox, onu səhv dedim. Sonra siz davamını gətir. Tircik elə deyil axı. Tircik necədir? Mən tirdə eni və qalınlığı 100 mm az, amma 2 dəfə artıq olan. Yox, eni və qalınlığı yox. Qalınlığı 100 mm-dən az, Az olan. eni qalınlığından 2 qat Eni- az olan mişar materialıdır. Məsələn, deyirəmsə, bayaq misal çəkmişdik, birində tircə çəkək də nümunə. Məsələn, deyirəm ki, Elnur oduncaq götürdü. Yəni mişar materialı 95 mm onun qalınlığıdır. Yox, 95 mm onun qalınlığıdır. Eni isə nə qədər olar? Tircə nümunə çəkiriksə. 95'i 2'ye vuruq da mənim, 190. Vururuq, yoxsa azaldırıq? Azar. Azalır, 95'i bəli. bölünür Tircikdə 2'ye isə mənim. azalır, Hə, bəli. Qalınlığı olur. Azar, onda bölünür 2'ye mənim. Olur mənim tircik alınır. Bəli, 2 yerə bölündə də alınır tircik. Məsələn, deyiriksə ki, tirciyə belə deyək də, məsələn, bir konkret orada tamdan düşür. Məsələn, konkret bir rəqəm. Məsələn, deyirik ki, qalınlığı olur 84 mm. Bəs o zaman eni nə qədər olur? Olur məsələn 42 mm. Konkret rəqəm Mənim deyək. elə az olur da mənim. Onda o tircik olur da o. Bəli, tirci olur, az olur. Amma desək ki, məsələn, eni qalınlığı 100-dən çoxdur, eni də qalınlığı da 100-dən artıqdır. O zaman olur Onda tir olur mənim. tir olur. Bəli, tir nədən hazırlanır? Ağacın özəyindən. Özəyindən. Bəs tircik? Özəyin bir hissəsindən mənim. Bir hissəsindən, bəli, hazırlanırdı. Yaxşı. Bəs deyin görün mənə, süni oduncaq materiallarının çatışmayan cəhəti. Mənim rütubətdən qorxur. Yəni rütubət elə bir olan zaman həmin laylara bölünür də. Ona görə Bəli. Deməli, faner laylara bölünürdü. Bəs plitələr? piltələr şişir mənim. Şişir, bəli, Plitələr müstəmini şişir. itirirdi. Yaxşı, deyin görün mənə, Verstakimizin üst taxtası, yəni qapaqdan söhbət gedir. Hansı hissələrdən ibarətdir?
yəni mizdən mizin üstəsi, düzdür mənim mizin? Bəli, mizin üst taxtası. Hə. Deməli o miz aiddir hissələri Aha. 6 6 hissəsi var idi. ayaq deməli arxa ayaq, Yox, üst hissəni deyirik, üst taxtası. 6 demirik, verstak altını demirik. Ön sıxıcı, paz, ön sıxıcı, arxa sıxıcı, paz, dayaq, yuva. bir də nov. Nov, bəli. 6 hissəsi var idi, bəli. Bəs desək ki, verstak 6 hansı hissələrdən ibarətdir? Ona ön sıxıcı, arxa sıxıcı, sonra ön sıxıcı, arxa sıxıcı, sonra mən Yox, sıxıcı deyil. Nə var idi orada? Ayaqlar var idi də. arxa ayaq, ön ayaq, arxa ayaq, sonra mənim Arxa ayaq, qabaq ayaq, bunların nə var? Birləşdirici. Ən çox masaların altında, stulların aşağısında olur. Birləşdiricidir, birləşdirici. Bir də paz var. Bir də mənim birləşdirici və Paz. paz, bəli, bir də paz, bəli. Pazdan ibarətdir, bəli. Hissələri yaxşı oxuyun. Yəni qarışdırmayın bir-birinə. Bəli, hissələrdə diqqətli olun. Ən çox ardıcıllıqlarda diqqətli olun. Hissələri öyrənəndə çalışın rəqəmlər varsa ardıcılı öyrənin. Daha sonra şəkil üzrə, yəni gözünüzün önünə gətirməyə bacarın. Məsələn, deyirsə verstak altı, yəni bir masanı xatırlayın. 2 dənə, yəni arxa ayaq, qabaq ayaq bunları birləşdirən və pazlardan ibarətdir. Pazlar da nədir? Həmin bu stulların bu hissəsində var ya pazlar. Yəni o aiddir. Yəni. Bəli, o hissələri yəni diqqətli olun, yadda saxlayın. Yaxşı. Başqa sual cavabı olmaq istəyən var müəllimlər? Müəllimə, mən olmaq istəyirəm. İradə müəllimə? Bəli, müəllimə, necəsiz? Sağ olun, necəsiz? Çox sağ olun. Aha, İradə müəllimə, deyin görün mənə, oduncaqla işləyən zaman hansı tərtibatlardan istifadə edirik? Tərtibatlar, mişarlama qutusu, dayaq, bir də altı... Yox, bir də dayaq, mişarlama qutusu, bir də mişarlama qutusudur, dayaqdır, bir də altlıq taxtadır da müəllim. Bəli, altlıq taxtadan istifadə edirik. Ülgünü çəkmək üçün hansıdan istifadə edirdik? Altlıq taxtadan. Aha, oduncağı mişarlamaq üçün? Mişarlama qutusundan. Bəs müxtəlif bucaqlar altında mişarlamaq üçün? Dayaqdan. Yox. Müxtəlif bucaq altında mişarlamaq üçün mişarlama qutusundan istifadə edirik. Dayaqdan isə sadəcə mişarlamaq üçün. Dedim axı, müxtəlif sözündə m hərfi vardı. Yəni müxtəlif sözün gördüyünüzdə bilin ki, mişarlama qutusudur. M-ları uyğunlaşdırın bir-birinə. Bəli, qarşılaşdırın m-ları. Amma sadəcə mişarlamaq deyirsə, o zaman dayaqdan istifadə edirik. Bəli. Yaxşı. Bəs deyin görüm. Bir də gözümün qabağına gətirdim. O mişarlama qutusunu yerləşdiririk. Orada müxtəlif formaya istiqamətlənir mişarın ağızları. Bəli, müxtəlif biz bucaqlarda ondan neyirik? Ona görə deyir də müxtəlif bucaqlar. Yəni istədiyimiz tərəfə mişarlaya bilirik. Mişarlamanı rahat şəkildə apara bilirik biz. Gözümün qabağına gətirdim. Aha, bəli. Yaxşı. Bəs deyin görün mənə, xarrat kim idi? Xarrat pəncərə, qapı, çərçivə düzəldən ustaya xarrat. Aha, bəs həkkak? Həkkak ağac üzərində oyucu işlər aparanlara həkkakçılar deyir. Bəli, oyucu işlər deyil, ustalar da, yəni oyucu ustalara da biz həkkak deyirdik. Yaxşı, mişarlama qutusunun dərəcələrini deyin. Mişarlama qutusu 30, 40, 45, 60, 90 dərəcə bucaq altında. Aha, biz işimizin rahatlığı üçün harda bərk edirdik mişarlama qutusunu? Verstakda. Verstakın sıxacında bərk edirdik. Bəli, verstakın sıxacında. Biz verstakı kimin boyuna görə tənzimləyirik? Şagirdin boyuna görə. Şagirdin boyuna görə. Bəs alətləri harda yerləşdiririk? Verstakın alətləri verstakın novunda, yox. Düz deyirsiniz də, verstakın novunda yerləşdiririk. Mişarlama qutusunda iş zamanı biz işimizi necə icra edirik? İş zamanı mişarlama qutusunda. Bəli. Biz pəstaha necə tuturuq, mişarımızı necə tuturuq?
Pəstahı baş barmağım odur müəllimə. Hə, pəstağı hansı ələ tuturuq? Sol yoxsa sağ? Sağ əlimizin baş barmağı ilə Sağ tutaraq. əlimizin bəs mişarı hansı əlindən Sol tuturuq? pəstahı tuturuq, sağ əlimizlə mişarlayırıq. Budur da müəllimə. Bəli, sağ əlimizdə mişar, sol əlimizdə pəstahı nə edirik? Sol əlimizin baş barmağı ilə nə edirik? Hansı işi yerinə yetiririk? Baş barmağı ilə necə idi? Bir dəqiqə müəllimə. Onu elə bir ki, nişanlanan xətti pəstahı nişanlanan səthin yan hissəsinə tərəf sıxaraq, yan hissəsi var idi, sıxaraq pəstahı mişarlanan xəttin bir də Deməli, biz sol əlimizi baxın. mişarlama qutusunda mişarlama zamanı pəstahı sol əlin baş barmağı ilə elə bil ki, tirciyin yan tərəfindən sıxırıq ki, pəstahın nişanlanan elə ki, xətti mişarlanma yerinin qarşısına düşsün. Bəli, nişanlama yeri, nişanlama xətti mişarlama yerinin qarşısında olmalıdır. Yəni nişanladığımız xətt mişarlamanın qarşısında olmalıdır ki, onu kəsə bilək. Bəli, sol əlimizin baş barmağını, yəni nə edirik? Nəyə sıxırıq? Tirciyi. Sıxırıq. Bəli, Sıxırıq tirciyi. ki, qarşısına düşsün. Pəstahımızı tirciyin yan tərəfinə. Bax, pəstahımızı tirciyin yan tərəfinə sıxırıq ki, bəli, pəstahı sıxırıq da biz tirciyin yan tərəfinə. Yaxşı, deyin görün mənə, oduncağı təmizləmək üçün nədən istifadə edirik? Təmizləmək üçün törpü, yiyə, suvan, sumbata kağızından istifadə edirik. Aha, yaxşı. Deyin görün mənə, iri kərtiklər olan hansı idi? Törpüdür. Daha sonra xırda kərtiklər olan, Suvantdır. müxtəlif hündürlükdə kərtiklər olan Yiyə. idi. Bəs tablandırma nədir? Tablandırma sumbata kağızı ilə aparırıq da müəllimə, Yox. xırda dənəcik. Yox, iri Tablandırma. dənəcik. Tablandırma, müəllimə çaşdım. Tablandırma termiki emalın bir növü olub. Polatı böhran vəziyyət temperaturuna qədər 30-50 dərəcə temperatura qaldıraraq qızdırırıq və elə bir ki, həmin temperaturda saxlayırıq, sonra sürətlə soyuduruq, metalın bərkliyini artırırıq. Bəli, burada da məqsədimiz poladın bərkliyini, möhkəmliyini artırmaqdır. Bəli. Yaxşı, bəs tərtibat nə idi? Tərtibat da əməliyyat aparmaq üçün işi yüngülləşdirmək üçün ləvazimat və qurğudur. Və ya qurğuydu, bəli. Yaxşı, bəs sizə desəm ki, deməli, kobud təmizləmək üçün yerinə yetiririk. Nə ilə? Kobud təmizləmədən də törpü ilə təmizləyirik də. Bəs əyri xətli səthlərin emalında istifadə edirik? Əyri xətlərin səthlərini emalında suvantdan istifadə edirik də müəllim. Bəli, bəs müxtəlif əyri xətli səthlərin emalında, deməli, emal payını çıxardırıq, çıxıntıları emal edirik. Törpü çıxardırıq müəllim onu. Aha, bəli. Deməli, törpü ilə müxtəlif əyri xətli səthlərin müxtəlif əyri xətlər. Yəni niyə müxtəlif deyir? Çünki yəni o əyri xətt böyük də ola bilər, kiçik də ola bilər. Ona görə yəni müxtəlif deyir. Axı dedik törpü ilə nə edirik? Kobud yonma işini yerinə yetiririk. Biz kobud təmizləmə işini yerinə yetiririk. Amma suvant xırda kərtikləridir. Var da ona görə. Bəli. Suvant xırda kərtiklər olan axı tablandırılmış metal tircikdir. Ona görə deyir ki, suvantdan əyri xətli səthlərin emalında, amma törpüdən müxtəlif əyri xətli səthlərin. Yəni orada fərqi yoxdur. Yəni ki, xırda olsun, belə deyək, iri olsun, yəni onun fərqi yoxdur yəni törpüyə. Çünki kobud təmizləmə işini yerinə yetiririk biz törpü ilə. Bəs bərk oduncağın emalında istifadə edirik. Yeyədən istifadə edirik. Yeyədən bəli istifadə edirik. Sonra deyin görün mənə yeyənin hissələrini. Yeyənin hissələri dəstəkdir, üzükdür, dabandır, tircikdir, kərtikdir, uc Uç hissədir. hissədir, bəli. Yaxşı. Deyin görün mənə sumbata kağızı nədir? Sumbata kağızı sumbata kağızı xırda dənəcikli mineral da elə bir ki sumbata kağızı. Sumbata kağızı. Müəllimə, xırda dənəcikli mineral
Belə bir sual verin. Məsələn, Sumbata kağızından biz nəyi təmizləyə bilirik? Şişə, metal, taxta, daş cilalamaq üçündür. Bəli. Cilalayıb neyinirik? Hamarlayırıq, sürtüb təmizləyirik. Bəli. Aha. Pak görünüş, hamarlayırıq, təmizləyirik və elə bir ki ona təmizləmək işte. Mineral zərrəcikli deyəsən kağızdır da müəllimə, Sumbata kağızı. Deməli, üzərinə deyirik Kağız ki, və parçadır. lay kağız şəklində nə mineral ovuntusu yapışdırılmış kağız və ya parçadır. Yəni, Parçadır. bəli, Sumbata Bəli. kağızı kağız və ya parçadır. Bəs Parça. dediniz ki, pardaxlama. Pardaxlama nə idi? İri dənəcikli elə bir Sumbata kağızıdır. Ondan da ağac üzərində ağartma işləri görürük. Pardaxlama iri dənəciklikdə gedirdi söhbət. Yox, pardaxlama ağartma emalında pardaxlama tətbiq olunur da müəllimə. Ağartma emalı hansı nədir? İri yoxsa xırda? Xırda dənəcikli ilə ağartma işi edirik. Aha, pardaxlama bəli, əşyanın səthini sürtüb ona biz parlaq görünüş vermək istəyiriksə, yəni ki, Parlaq xırda dənəcikli Sumbata kağızından istifadə edirdik. Bəs iri dənəcikli Sumbata kağızından nə edirik? iri dənəcikli Sumbata kağızı ilə qalın təbəqələri çıxartmaq Bəli, üçün qalın istifadə təbəqə edirik. çıxartmaq istəyiriksə, iri dənəcikli, amma ağartma, pardaxlama da belə deyək, işində isə Ona kiçik, xırda dənəciklə bəli istifadə edirdik. Yaxşısınız müəllimə. Belə bilirsiniz, biraz yəni siz də fikrinizi çatdıra bilmirsiniz də belə tam olaraq. Amma onu düzəltmək lazımdır. Şeylərdə, testlərdə çox təmiz işləyirəm, səhvsiz işləyirəm. Amma sual-cavabda biraz ilişirəm. Və sual-cavabımız da ona görədir. Yəni ki, biz sertifikasiyasında, yəni müsahibə mərhələsi olacaq. Yəni düzdür, miqdar müsahibə mərhələsi var. Yəni öz fikrimizi sərbəst çatdıraq, rahat şəkildə məsələn bizə deyəndə hansısa mövzunun qurulmasını, suallarını biz rahat şəkildə öz fikrimizi çatdıra bilək. Ona görə yəni biz sual-cavabda iştirak edirik. Yoxsa testlər elə davamlı test işləyib gedərik də, yəni. Keçən dəfə sizlə künçülüklərdə zətdə biraz ilişmişdim. Hə. Küçüklərdən çətinlik varsa gələn dərsimizdə yenə ora əlavə yeni dönərəm həmin o mövzuya. Orada çox ilişdim. Sonra səhvlərimi başladım